Bəzi insanlar bəzi məxluqları Allaha misal çəkir, müqayisə edirlər. Bəzən də eşidirik ki, bəzi valideynlər uşaqlarına Allah baba kimi vəsf edirlər. Allahı baba kimi vəsf edirlər. Bunlar nə dərəcədə doğrudur? Subhanallah. Baxın, Allah subhanahu teala öz kitabında buyurur ki, özü hakkında Leysə kəmislihi şeyun və huvəs semiyul basir. Leysə kəmislihi şeyun və huvəs semiyul basir. Birdən bu ayəti fikirləşək. Allahın bənzəri yoxdur. Daha doğrusu Allahın heç bir bənzəri yoxdur. O eşidəndir, görəndir. Fikir verin, Allahın bənzəri yoxdur. Ona görə icazəli deyil ki, hansısa bir məxluqu müqayisə etmək Allahla. Biz Allahu Akbar deyəndə, istərsən namazda, istərsən namazın xaricində, nə başa düşürük? Nə deməkdir Allahu Akbar? Sual versək ki, Allahu Akbar nə deməkdir? Yəni bir mənada Allah Ekber, yəni bir mənada Ekber, yəni isim mütafdil ilə bunu ərəb dilində bir şeyin daha böyük olması. Misal üçün Ekber sözündə. Misal üçün Həsən var, Əhsən var. Gözəl, daha gözəl. Buna isim mütafdil deyilir. Allahu Ekber, yəni bir mənada Allah bütün hər bir şeydən böyükdür. Allah bütün məxluqlardan böyükdür, Subhanahu wa ta'ala. Yəni Allah kimisi yoxdur. İnsanların nəzəriyyəsində insanlar fikirləşdilər ki, hansısa bir məxluqu gözlərinin qabağına gətirsələr, bilmək lazımdır ki, Allah ondan da böyükdür. Çünki nəyə görə? Axı Xaliq odur. Subhanahu wa ta'ala. Baxın, sizə bir ayəti xatırladacağım. Hansı ki, məşhur ayət, bütün müsəlmanların da belə ki, əzbərlədiyi bir ayəti, Ayətül Kursi. Orada keçir ki, Huzur Rəbbimiz buyurur ki, وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضِ. Kürsüsü yerləri və göyləri əhatə edib. Fikir verin. Allahın tək kürsüsü yerləri və göyləri əhatə edir. Subhanallah. Allahın kürsüsü yerləri və göyləri əhatə edirsə və yaxud başqa bir hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, "Əkbərul məxluqat", ərş haqqında danışanda buyurur ki, məxluqların ən böyüyüdür. Ən böyük məxluq nədir? Ərşdir. Madam ki, ərş bu cürə böyük məxluqdur. Kürsü bu cürə böyük məxluqdursa, yerlər və göylər bilsin nə deməkdir? Yerlər və onların arasında olanlar, göylər və onların arasında olanlar və Allah Teala onlar, yəni kürsü yerləri və göyləri əhatə edir. Bu məxluqlar bu cür nədirsə, bəs Allah nədir? Subhanahu wa ta'ala. Ona görə istənilən bir məxluqu kim olursa olsun, nədir? Müqayisə etmək olmaz, Allah qorusun. Allah Subhanahu wa ta'ala yerlərin və göylərin sahibidir. Allah kainatın sahibidir. Subhanahu wa ta'ala. İnsan da cürlə hansısa bir məxluqu Allahla müqayisə edir. Qaldı ki, ikinci məsələyə bəzi insanlar Allahı Allah baba kimi uşaqlarına vəsf edirlər. Bu şübhəsiz ki, bilməməzlikdəndir, elmsizlikdəndir. Yəni şəri elmi bilməməzlikdən bu məsələlər adətən baş verir. Ona görə o insanlara özümüzü tuturuq ki, yəni Allah baba deyil, Subhanahu ta'ala. Allah ata deyil. Allah Subhanahu ta'ala ər deyil. Allah Subhanahu ta'ala "Qul huvallahu ahad." De ki, "Qul huvallahu ahad." De ki, o Allah təkdir. Allahu samad. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ahad. Allah samaddır, Subhanahu ta'ala. Lem yelid ve lem yulad. Doğmayıb, doğulmayıb və doğulanlara ehtiyac yoxdur. Subhanahu ta'ala. Fikir versiniz, Allah Xaliqdir. Allah Kərimdir. Allah Subhanahu ta'ala Cabbardır. Allah Subhanahu ta'ala Ar-Rahimdir, Ar-Rahmandır. Fikir versiniz. Allah Subhanahu ta'ala bizim Rəbbimiz. Ona görə insanlar bu kəlmədən çəkinsinlər. Uşaqları belə öyrətmək olmaz. Uşaqlar soruşsalar, uşaqları biz öyrətmək istəyəndə biz elə Allahı olduğu kimi baş salacaq. Deyəcək ki, bizim Rəbbimiz əzəmətlidir. Bizim Rəbbimiz ərşə istiva edib, Subhanahu ta'ala özünə yaraşan şəkildə. Və Allahı olduğu kimi özü bizə kitabında xəbər verdiyi kimi bu cürə vəsf edəcək. Allah babadır və digər vəsflərdən çəkinmək lazım. İcazəli deyil.